Salam, hər vaxtınız xeyir, əziz hörmətli dinləyicilər. Society of Chemical Engineers podkast kanalına xoş gəlmisiniz. Bu dəfə kimya mühəndisliyindən, ümumiyyətlə mühəndislikdən yox, kimya mühəndisliğində araşdırmadan, belə daha qəşəng səslənən resurslardan danışacağıq və bu barədə müsahibim Bakı Mühəndislik Universitetində və Dövlət Neft və Sənaye Universitetində müəllim Xamis Abıyevdir. Gəlin elə sizdən başlayaq birinci. Salam, hər vaxtınız xeyir. Mən Xamis Abiyev. Bakı Mühəndislik Universitetinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin kimya mühəndisliyi müəllimi kimi fəaliyyət göstərirəm. Bundan əlavə şəhərimizin aparıcı kurslarından birində müəllim olaraq da fəaliyyətimi davam elətdirirəm. Hal-hazırda doktorantura tələbəsiyəm. Həmçinin araşdırmalarım əsasən küsursüzləşmə prosesi istiqamətində davam edir. Biz adətən klassik suallarla başlayırıq. Necə oldu ki, kimya mühəndisliyini seçdiniz? To be honest, balım çatmamışdı. Hansı ixtisas? Əslində kompüter mühəndisliyi istəyirdim. Sadəcə olaraq 2 balım çatmamışdı. O vaxtı Qafqaz Universitetinə qəbul olanda 649 yığmışdım. 651 idi keçid balı və ikinci yazdığım kimya mühəndisliyi ixtisasına düşdüm. Halımdan məmnunam, ixtisasımı sevirəm. Hətta düşünürəm ki, nə yaxşı ki, elə balım çatmayıb, bu ixtisasda davam eləməli olmuşam. Bəs indi orada yaxşı bir sual çıxır ki, yəni necə belə kompüterlə bağlı, IT ilə bağlı ixtisaslar düzməmişdiniz əvvəlcədə? Yəni belə sadəcə balına görə düzmüşdünüz ya necə? Yəqin o vaxt qəti deyildi fikriniz, onu dəqiqləşdiniz. Əslində o vaxtı belə deyək, rayon məktəblisi, yəni bir düşünün, ixtisas seçimini eləməyi bacarmayan, ümumiyyətlə verdiyi qrupda sadəcə mühəndislik ixtisası üzrə qəbul ola biləcəyini düşünən bir tələbə ixtisas seçimini başqalarına həvalə eləyir. Mən də ixtisas seçimimi valideynlərimə, bir də hazırlaşdığım kursun müəllimlərinə həvalə eləmişdim. Onlar da belə deyə balım yüksək olduğuna görə daha prestijli ixtisasları daha yuxarı yazmışdılar. Birinci o vaxtı Qafqaz Universitetinin belə deyə də lor dildə desək xod gedən vaxtları idi 2015-ci ildə. Onda da kompüter mühəndisliyi ən üstdə idi. Keçid balı 645 falan belə bir şey idi. Sonra 630 neçə balla kimya mühəndisliyi gəlirdi. Sonra IT idi 500 neçə. Mən də dedilər balın hədər olmasın, IT-yə verməyək. Birinci kompüteri yazaq, ikinci kimyanı yazaq. O da kompüter mühəndisliyin balı qalxdı, yüksəldi. Mənim balımdan 2 bal çox oldu. Ona görə kimyaya düşdüm. İxtisas seçimi özü yaxşı bir araşdırma, tədqiqat tələb eləyir. Amma siz artıq araşdırmaya başladınız. Necə oldu ki, belə research sahəsində marağınız yarandı? Əslində, ixtisas seçimindən elə başlayaq. Şükürlər olsun ki, hal-hazırda artıq məktəblilərimizin bu barədə belə deyək, fərqindəliyi daha çoxdur və müraciət eləyəndə hansısa universitetə daha çox ixtisasa müraciət eləyirlər. Yəni, o vaxtı insanlar daha çox universitetə girmək hədəfləyirdisə, artıq indi ixtisasa girməyə hədəflənir. Yəni, universitetə girmək artıq belə deyək də çox sadə bir hal alıb, keçid balları 150-200 bal olan ən qədər universitet var. Ona görə də indiki belə deyək, abituriyentlər daha çox ixtisas seçimini eləməmişdən qabaq yaxşıca araşdırırlar ki, məsəl üçün, mən bu ixtisasa daxil oldum, bəs sonra bitirəndə nə olacam, belə deyək. O vaxtı o deyim var bizim vaxtımızda. Bizim vaxtımızda elə şey yox idi. Biz də sadəcə oxuyurduq, təhsilimizi alırdıq, hazırlaşırdıq, balımızı yığdıq, sonra ixtisas seçimi olurdu və bizdən böyüklərin belə deyək, məsləhətinə sadəcə qulaq asırdıq ki, bu yaxşı olar, bu yaxşı olar. İnternet də o qədər yayılmamışdı və s. O ki, qaldı research hissəsinə. Açığı, bakalavrda oxuyanda bizim bir müəllimimiz var idi, Yusif Abdullayev, hal-hazırda Amerikada fəaliyyət göstərir. Mənim müəllimim. Möhtəşəm insandır həqiqətən. Yusif müəllimin belə deyə bizə kataliz dərsindən sonra çox necə deyək, təsirlənirdim hər dəfə onun dərsindən çıxanda. Deyirdim, mən də bir gün belə araşdırmaçı olacağam, laboratoriyada işləyəcəm, yeni katalizatorlar kəşf eləyəcəm. Həmişə indinin özünə də qulağımda belə dedi, onun səsi çınlayır türklər demiş ki, deyirdi ki, katalizator bir sehirli dəyənəkdir, reaksiyaya toxundurduqda möcüzələr yaradır, hariqələr yaradır. Həqiqətən də onun o belə deyək sözləri, o kəlamı deyək, çox təsirləndirmişdi və oradan yola çıxaraq mən düşündüm ki, davam eləməliyəm bu istiqamətdə.
100 müəllim danışdınız, suallar az qala yadından çıxırdı. Dediniz ki, doktorantsınız da. Bəli. Bir çox insanlar müxtəlif səbəblərdən dolayı doktorantura təhsilinə başlayır. Bəli. Bir səbəb o ki, hərbi xidməti yayınlaşır. Bəli, təbii. Bəs yəni sizdə necə oldu bu? Əslində məndə belə bir şey olmuşdu. Mən bakalavrı Qafqaz Universitetinə qəbul oldum, amma çox qəribə bir şəkildə Bakı Mühəndislik Universitetindən məzun oldum. Çünki universitet artıq belə deyək dəyişikliklərə uğradı və s. O vaxt bizim Cavanşir müəllim var idi, bəlkə sizə də dərs keçib. Cavanşir müəllim ixtisas seçimi vaxtı, magistr ixtisas seçimi vaxtı mənə dedi ki, yəni risklidir, belə deyək, diplomun tanınma məsələsi problem yarada bilər gələcəkdə sənə. İxtisası davam elətdir, amma başqa universitetə, prestijli, belə deyək, gördüyün universitetə ver. Mən də düşündüm ki, adın suya qəbul olum Neftçənay Universitetinə. Və orada mənim magistraturada elmi rəhbərim Elvira xanım, bilməm tanırsınız yoxsa yox, kafedra müdürüdür, kimya texnologiya kafedrasının. O deməli ki, bir-iki gün içərisində təyin oldu. Bəli. Əvvəl Nailə xanım idi, Nərmə xanım idi. İndi ayın 21-dən etibarən artıq Elvira xanımdır. İstixəbərdir. Bəli. Deməli, Elvira xanımla biz araşdırmalarımızı aparanda, magistr araşdırmalarımızı aparanda mənə həqiqətən çox maraqlı gəlirdi. Ümumiyyətlə, belə deyim, biraz müəllimlərimin təsirinə tez düşən tələb olmuşam həmişə. Bakalavrda necə Yusif müəllim mənə təsir eləyirsə, kataliz istiqamətində getmək istirdim. Elvira xanımdan artıq neft kimyasına daha çox yönəldim. Və ondan sonra düşündüm ki, yəni niyə də yox, magistraturanın davamı olaraq doktoranturanı mütləq gətirməliyəm. Plus da siz deyən kimi həqiqətən də hal-hazırda əksərən, belə deyək, oğlanların əksəriyyəti əsgərlikdən, belə deyək də, qaçmaqdan ötürü və s. başqa səbəblərdən dolayı doktorantura təhsilinə başvururlar, amma məndə tamam başqa idi. Magistraturanın birinci semestrində artıq indiyə qədər mesajlarda durur. Elvira xanıma yazmışdım ki, mən doktoranturada oxumaq istəyirəm. Çünki çox həvəs yaradırdı insanda. Deyirdim, davam eləmək istəyirəm, siz mənim rəhbərim olun falan belə elə. O da deyir ki, xamis, bəs burada biraz Azərbaycanda çətindir, falan da belədir. Ona görə 100 ölç bir biç. Mən də dedim, yox, yəni istədiyimdən 100% getməliyəm, bunu davam elətdirməliyəm. Düzdür, doktoranturada oxuyandan sonra, belə deyək, həmişə düzünə belə istiqamətdə uğur qazanmaq olmur. Çünki araşdırma elə bir şeydir ki, ancaq ziqzaqlar şəklində olur. Uğur, uğursuzluq bu şəkildə. Amma yenə də düşünürəm ki, məncə düzgün addım atmışam. Bu sual ondan bağlıdır ki, siz doktorantura necə başladı? Bəs başlayandan sonra bu doktorantın gündəlik həyatınızı. Çünki yəqin ki, əvvəlkilərdən daha çox fərqlənir, daha çox oxumağa, araşdırmaya vaxt sərf edirsiniz. Bu dəyişiklik özünü necə göstərir sizdə? Əslində magistrda belə deyək, təhsil alanda tələbə daha çox düşünür ki, məsələn, imtahanlardan keçim, kəsilməyim və salam. Yəni universiteti bitirim 2 il ərzində, başqa bir şey istəmirəm. Amma doktoranturada o vaxt limiti zaten yoxdur. Yəni necə yoxdur? Əslində dövlətin qoyduğu müəyyən bir qayda var. Doktorantura 3 illik olur, dissertantura 4 illik olur. Yəni bu tələbənin qarşısına qoyulmuş, belə deyək, namizədin qarşısına qoyulmuş vaxt limitidir. Amma o demək deyil ki, şərt deyil ki, namizəd 3 il ərzində ya da 4 il ərzində onu müdafiə edib bitirməlidir. Düzdür, bitirsə yaxşı olar, arzu olunandır. Amma bitirə bilmirsə də heç kim gözünün üstünə qaşın var demir. Bir dənə voyinkomatdan başqa əskəriyə çağırırlar. O da başqa məsələ. Əgər sual olarsa ondan danışaram birazdan. Amma belə düşünürəm ki, doktorantura təhsilini magistr təhsilindən fərqləndirən ən başlıca belə deyək, göstərici amil magistraturada müəyyən fənlər olur və tələbə o fənləri oxuyur, imtahanlar verir və s. Amma doktoranturada belə bir şey yoxdur. Ümumiyyətlə dərsdə gedib oturmaq, dərs keçmək ya da dərsə qulaq asmaq, bu şəkildə bir şey yoxdur. Doktorantura sırf araşdırma, yəni ən azından bizim texniki yönümlü, belə deyək, ixtisaslar üçün bu belədir. Digərlərindən açıq xəbərim yoxdur, humanitar yönümlülərdə necə olur. Bizdə belədir ki, doktorant universitetə qəbul oldu, ondan sonra ona elmi rəhbər öncədən təyin olunur zaten və elmi rəhbərin razılıq məktubları və s. universitetdə müəyyən sənədləşmə işləri aparılır. Sonra doktoranta
elmi iş təyin olunur. O iş istiqamətdə bu qarşıdakı belə də 3 il, 4 il müddətində və yaxud da daha çox, hətta elə adamlar tanırım ki, 10 il ərzində müdafiə edib bitirə bilməyiblər. Hələ də davam edir onların istiqamətləri, axtarış istiqamətləri. Yəni sadəcə qəbul prosesində belə deyək, doktorant birinci ingilis dili imtahanından imtahan verir, ingilis dili fənnindən. Ondan sonra fəlsəfə, sonra isə ixtisas imtahanından belə deyək keçməlidir. Ondan sonra artıq 3 il müddətində əgər belə deyim, minimal balı toplayıbsa, orada da 50 üzərindən 30 hesab olunur. Fəlsəfə fənnindən bir dənə 35 olmalıdır deyəsə, məqbul, qeyri-məqbul məsələsi. Onu da belə deyək, keçəndən sonra artıq heç kim dəyib dolaşmır. Sadəcə bir dənə ən sonda müdafiəyə yaxın artıq ixtisas imtahanından yenidən imtahan verməlidir bu şəkildə. Bunu qeyd ediniz ki, elə tələbələr var ki, 10 ilə yekunlaşdıra bilmirlər. Bu ondan asılıdır ki, yəni məsuliyyətli tələbə daha tez ötəsini gəlir, yoxsa seçilmiş mövzudan çox asılıdır ki, bir yerə gelib çıxmaq olmur, nə bilim, bu tədqiqatın, bu prosesin özünün nəsə çətinliyi yaranır. Nəyə görədir yəni belə? Ümumiyyətlə, doktorantura araşdırması ən başlıca uğurlu olması, belə deyərdim, 3 amildən asılıdır. Ən birinci növbədə tələbənin öz məsuliyyətindən, ingiliscə deyək, consistency, davamlılıq, yəni o adam davamlı şəkildə bu işlə məşğul olmalıdır. Araşdırmalarını gecə-gündüz aparmalıdır. Bəzən tələbələrə elə gəlir ki, mən doktoranturaya qəbul oldumsa, araşdırmamı mən 4 il oxuduğum müddətdə hər daim eləməliyəm və s. Yox, elə bir şey yoxdur. Araşdırma dediyin, yəni şəxsən mənim təcrübəmdə il yarım ən ehtimalda 1 illik bir şeydir. Ondan sonra zaten artıq o araşdırmanı yazıya dökmək məsələsi gəlir. Məqalələr çıxartmaq, dissertasiya işi yazmaq, tezislər, konferanslar və s. bu şəkildə. Bu birinci amil tələbənin özünün belə deyək də performans göstəricisi. İkinci amil, bəli, düz vurğuladınız, mövzunun seçimi. Bəzən olur ki, tələbə xüsusilə də o əsgərlikdən yayınmaq istəyən, belə deyək, oğlan tələbələrə aiddir bu. Elmi rəhbərin öz istiqaməti hansı istiqamətdə olubsa, o istiqaməti seçirlər və özlərinin bu barədə heç bir marağı və yaxud da bir bilgisi yoxdur. Və bu, belə deyək, o adamın irəliləyişinə çox böyük təsir edir. Çünki sən nə qədər belə deyək, qabağa gedə bilərsən ki, maraq dairən olmayan bir şeylə. Və üçüncü amil isə, bu da əslində çox həll edici məqamdır, elmi rəhbər. Həqiqətən elmi rəhbər tələbənin belə deyək, uğurlu müdafiə prosesində, araşdırmalarında, məqalə, dissertasiya işinin yazılmasında çox böyük rol oynayır. Yaxşı elmi rəhbər, belə deyərdim, tələbənin arxasında dayanan bir çınar ağacı kimi bir şeydir. Yəni, əgər elmi rəhbər yaxşıdırsa, həqiqətən də o tələbə 3 il yox, hətta 2 il yarıma da bitirə bilər. Yəni, soruşa bilərsiniz ki, bəs sizdən niyə görə 4 ilə qədər qalıb, niyə belədir? Əslində, burada bir neçə məqam var. Mənim elmi rəhbərim çox yaxşı insandır, həqiqətən də. Sadəcə orada araya bəzi məqamlar belə deyək də girdi. Yox, evləndim, nə bilim, ailə uşaq sahibi olmaq və s. Onda biraz belə deyək, araşdırma hissəsi son 1 ildə priorlıqdan çıxdı, arxa plana getdi. Ona görə, bəli, uşağın ən ucuz pampers harda satılır və s. Ona görə biraz o istiqamətdə belə deyək, sapmalarım oldu, türkçə deyək. Ona görə hələ ki uzanıb, inşallah bu yaxınlarda müdafiə eləyəcəm deyə düşünürəm. Növbəti sualım ondan ibarətdir ki, tədqiqat zamanı hansı böyük problemlər yaranır? Bunu belə ki, birini qeyd ediniz, bu heç sadəcə elmi müstəvidə, elmi sferada hansı problemlərlə rastlaşırsınız? Və bu necə mane olur deyəndə ki, olur mu ki, həvəslənişirsiniz, mövzunu dəyişmək istəyirsiniz? Yəni, tələbələr yəqin ki, belə hallarla rastlaşa bilər. Bəli, əslində, əgər tələbə sevdiyi mövzunu götürübsə, artıq o adamın qarşısına nə problemlər çıxsın, ondan belə deyək, vaz keçmir. Peşman olmadan, usanmadan yola davam edir. Amma bəzi məqamlar olur ki, düzdür, son bir neçə aydır, xatırlamıram dəqiq olaraq nə qədər müddətdir, bu işlər artıq ən azından mənim üçün qaydasına düşüb. Çünki universitet, belə deyək, əməkdaşı kimi fəaliyyət göstərirəm. Sözümün canı nədir? Doktorantların ən
belə deyək, yaralı yeri məqalə çap eləmək məsələsidir. Xüsusilə də Ali Attestasiya Komitəsinin bəzi tələbləri olur ki, belə deyək, müdafiəyə belə deyək, buraxılmaq üçün doktorant mütləq şəkildə 5 məqalə buraxmalıdır və 3 tezis buraxmalıdır. O 5 məqalənin ikisi Scopus bazalı və yaxud da xüsusi indekslənən jurnallarda olmalıdır. Üçü isə yerli ola bilər. Və tezislərini isə yəni konfrans materialı deyək ona, konfransın biri mütləq xaricdə olmalıdır və digər ikisi yerli ola bilər, olmalıdır bu şəkildə. Və əvvəllər bu məqalə dərc eləmək, konfranslarda iştirak eləmək biraz maddi cəhətdən sorunlu idi. Çünki yəni indi düzdür, artıq bir şeylər düzəlir, şükür Allaha, amma mənim dönəmimdən danışsam, universitetin verdiyi, belə deyək, o təqaüd miqdarı az idi və tam ştat işləməyə icazə vermir, yarım ştat işləməlisən rəsmi olaraq. Aha. O da maliyyə məsələləri qoyur, belə deyək, o namizədin qarşısına. Ona görə biraz bu sferadan baxanda çox çətindir həqiqətən. Hələ ailəlidirsə, övlad sahibidirsə, vəbşə ümumiyyətlə belə deyək, 2 qat artır bu maddi sıxıntılar və s. O biraz çətinlik törədir. Amma düzəlir, yavaş-yavaş düzəlir. Bu çətinlik mövzusunu davam etdirək. Deməli, mən elə təsəvvür yaranır ki, müəyyən fasilə vermək olar araşdırmada. Amma bəzən elə olur ki, bir sutka, 2 sutka yalnız o mövzuya köklənirsiniz. Hansı bir ruhana düşürsünüz, belə demək mümkündürsə, araşdırırsınız. Yəni, laboratoriyada işləməkdə yəqin ki, belə hallar da yaşanır. Olur ki, bir gecə saatlarında laboratoriyada işləyirsiniz. O qədər. Yəni, həm də gündüz bəlkə də məşğulluq laboratoriyada daha çox. Müəllimlər nəsə dəstkeşlər, tədris edirlər. Sizə yalnız gecə getmək üçün fürsət yaranır. Belələrdən danışa bilərsiniz. Yadımdadır, deməli 2023-cü il idi. Elmi işim təyin olundu, araşdırmağa başladım. Nəysə, səhv eləmirəmsə iyul ayı idi. 2023-ün iyul ayı idi. Bizdə biraz problemlər yaranmışdı. Necə elmi, belə deyək, işin adı təsdiqlənmişdi. Sonra isə orada müəyyən orfoqrafiya dəyişiklikləri oldu, səhvlər olunmuşdu və s. O biraz uzun proses çəkdi. Təxminən bir hardasa aprel-mart aylarında artıq başladıq əməlli başda işləməyə. Deməli, əvvəlcə belə deyək, işin qoyuluşu olur, yəni araşdırmaya nə istiqamətdə davam edəcək, belə deyək, ədəbiyyat siyahısı çıxarılır və hansı, belə deyək, alimlər dünyanın hansı yerlərində bu işi araşdırıbmı, araşdırmayıbmı, yəni bunlar hamısı önəmli faktorlardır. Çünki sonra gələcəkdə müdafiə prosesində bunlar çox böyük, belə deyək, maneələr yarada bilər. Bəli, çünki məsələn, ola bilər ki, doktorant o mövzunu oturur, işləyir, illərini sərf eləyir və gəlir, çıxır, axırda belə məlum olur ki, 5 ay bundan əvvəl, nə bilim, Rusiyada, Dağıstanda kimsə Kazanda eyni mövzunu araşdırıb. Tusi Paş aksiyomu kimi də Tusi bu tərəfdə tapıb, Paş bu tərəfdə tapıb. O vaxtı bu şeylər biraz çox rahat idi. Belə patent məsələsi və s. o əqli mülkiyyət deyə bir şey yox idi. Ona görə onlar üçün rahat idi. Amma indiki dövrdə Tusi bir tərəfdən tapsaydı, Paş bir tərəfdən tapsaydı o şeyi, o zaman qırğın düşərdi ki, mən birinci tapmışam, gəlin də bunu sübut edək, hansınız birinci tapmısınız, kimdə plagiatdır, kimdə deyil və s. Ona görə yəni bu məsələlər bizdə də biraz şeyə yol açmışdı ki, uzadı prosedurlardan keçmişdik. Nəysə, sözümün qısası nə başa ağrıdım. İyul falan belə yay ayları idi 2023-ün. Araşdırmanı elədik, nəticələr aldıq. Çox yaxşı nəticələr aldıq. Həqiqətən də yəni inqilabi yenilik idi belə deyək işimizdə. Dünyada belə bir nəticələr yox idi. Rəhbərimlə sevinirik, göylərə uçuruq ki, super bir nəticə əldə eləmişik, küsursüzləşmə belə deyək də istiqamətində dünyaya səs salacaq bir şey əldə eləmişik. Heç yerdə yoxdur, araşdırmışıq ki, belə bir nəticələr əldə olunmayıb. Nəysə, elmi rəhbərim dedi ki, bunu bir məqaləyə belə deyək, çevirmək lazımdır. Məqalə yazdıq, nəşr elədik, buraxdıq və s. Ondan sonra hardasa bir noyabr ayları olardı, biraz havalar soyumuşdu.
rəhbərim dedi ki, təzədən bu reaksiyaları bir də aparaq. Bəs olmaz da. Belə deyək, 3-4 dəfə apardın, nəticəni əldə elədin, amma bununla da dayanmaq olmaz. Kifayətlənmək olmaz. Bəli, kifayətlənmək olmaz. Çünki bəzən belə elə faktorlar olur ki, bu nəticələrə pis təsir eləyə bilər. Nəysə, təzədən bir də payız aylarında apardıq bu reaksiyaları, nəticəni əldə elədik, laboratoriyaya verdiyi nəticələr çıxdı. İyul ayında aldığımız nəticədən qat-qat fərqlənir, tamam fərqli bir şey. Bizə də maraqlı gəlir ki, bu nəydən asılı ola bilər belə. Orada sonra bir həftələrcə onun üstündə belə deyək də əlləşdik, vuruşduq ki, yəni eyni nəticə necə olur alınmır da. Çünki eyni otaqda aparmışıq, nə bilim eyni qədər maddə istifadə eləmişik, hər şey eyni olub da. Yəni başqa bir şey ola bilməz, başqa bir yəni içəridə milçək belə yoxdur da, belə deyək, o Breaking Bad serialına milçək daxil olur laboratoriyalarına. Yəni içəridə milçək belə yoxdur. Yəni bu necə olur fərqli nəticə əldə olunur. Sonra rəhbərim bir fərziyyə irəli sürdü ki, xamis biz bu reaksiyaları aparmışıq iyul ayında, yayda, istidə. Mən də fikir verdim ona. İndi isə artıq bəli, indi isə artıq payızdır. İqlim artıq belə deyək də soyuyub, dəyişib, havalar dəyişib. Ona görə ola bilərmi ki, nəsə bir şey olsun? Dedik, bir də yoxlayaq. Nəysə, ortamı universitetdən xahiş elədik, atapleniyaları yandırdılar. Vaxtından əvvəl qoşdular ki, bəs eyni mühiti yaradaq da. Otağın temperaturunu qaldırdıq 30 dərəcə civarında bir şeyə. Yayda elə bir ki, Cəfər Cabbarlının heykəli var, Aziylə üzbəyiz. Yəni, düz ora baxır mənim otağım, laboratoriyam. Eyni ortamı yaratdıq, istilik falan, hər şey eyni. Olsa atmosfer təzyiqində biraz dəyişiklik ola bilər də, belə deyək, sezonla əlaqədar. Neçəsə millimetr cüzü. Cüzi fərq eləyir. Nəysə, reaksiyanı təzədən apardıq və məlum oldu ki, həqiqətən bu dəfə doğru nəticə əldə elədik. Yəni, bəli, yəni o vergüldən sonraki, belə deyək, 3 o desimallarda biraz oynama var idi. Onda dedik ki, 100% deməli, iqlimin, həqiqətən də temperaturun əhəmiyyəti var imiş bizim bu reaksiyada da. Yəni, normalda biz belə deyək, mənim elmi işim otaq temperaturunda və atmosfer təzyiqində, normal atmosfer təzyiqində aparılan bir prosesdir. Amma belə başa düşdük ki, hansı otaq temperaturunda, yəni 20 dərəcə deməli bəs eləmir və yaxud da 17 dərəcə, 16 dərəcə bəs eləmir. Yəni o mükəmməl belə deyək, nisbəti əldə eləmək üçün mütləq şəkildə o yay temperaturu olmalıdır ki, o işə yarasın. Ondan sonra şey elədik ki, deməli bax, bunun da əhəmiyyəti var imiş. Çox maraqlı təcrübədir. Həm də ezoterik formatını danışdığında maraqlı oldu. Bu inqilabi nəticədən danışarıq, bunu unutmayaq. Yəni ki, əhəmiyyəti nədir bunun? Danışarıq. Ondan əlavə siz qeyd etdiniz ki, biz bunu elmi məqalə kimi artıq bir istinad kimi qeyd etmək istəyirik. Bu prosesdən də danışaq biraz. Yəni dissertasiya işi yaxud da bu doktorantura, yəni nə etməlidir müddətdə? Bayaq da qeyd etdiyim kimi bir doktorant belə deyək, ona elmi iş təyin olunandan sonra mütləq şəkildə araşdırmalara o dəqiqə belə deyək başlamalıdır ədəbiyyat siyahısından. Mənim indiki kimi yadımdadır, rəhbərim ən birinci növbədə mənə demişdi ki, xamis, ədəbiyyat siyahını o reference listi bəri başdan raw olaraq da olsa, xam mal olaraq da olsa hazırla. Çünki biz bilməliyik nədən istifadə edirik, kimlərin işindən istifadə edirik və gələcəkdə belə deyək də başımıza ağrı olmasın sonra o plagiat məsələlərinə və s. bu şeylərə görə. Ən birinci növbədə dediyim kimi ədəbiyyat siyahısı araşdırılmalıdır. Ondan sonra metodologiya qurulmalıdır. Çünki dissertasiya işinin olmazsa olmaz ən vacibi metodologiya və metodika hissəsidir. Yəni doktorant hansı metodlardan istifadə edərək, hansı laborator cihazlardan, alətlərdən, hansı analiz üsullarından istifadə edərək bu nəticələri əldə edib və s. Sonra üçüncü gəlir nəticələr, hansı ki belə deyək, nəticələr və results and discussion deyək də ona, nəticələr və onların müzakirəsi. Burada da artıq o doktorantın dünyaya verdiyi töhfələrdən danışılır ki, yəni mənim işimdə bu yeniliklər əldə olunub. Ümumiyyətlə, doktorantın elmi işində yenilik yoxdursa, o artıq o işi buraxsın və başqa işə davam eləsin. Çünki
Bu dəqiqə belə deyək, dünya dayanmadan inkişaf eləyir. Artıq dünyanın hansısa bir yerində sənin belə deyək də yavaş-yavaş tısbağa kimi işləyib nəticə əldə etmək istədiyin bir mövzunu Çinin hansısa universitetində, institutunda qarışqa kimi işləyib onun nəticələrini tapırlar və bu dəqiqə patentə də müraciət edirlər və s. Yəni orada artıq baş ağrısı 100% olacaq gələcəkdə müdafiə prosesində. Ona görə ingiliscə deyəcəm distinctive mövzu seçilməlidir. Yəni özünə məxsus, heç yerdə olmayan orijinal bir şey tapılmalıdır ki, o haqqında araşdırma aparılsın. Və ən sonunda da nəticə ümumi xülasə verilir. Belə deyək, bir neçə postulatdan ibarət 7-8 addımlıq bir cümləlik bir hissə olur ki, mənim işim bu yenilikləri gətirdi. İndiyənə qədər araşdırmalarda bu şeylər tapılmamışdı, amma mən artıq tapmışam və s. Gələcək perspektivlərə yol açacaq. Nə bilim, həm sənaye istiqamətində, həm laboratoriya istiqamətində çox böyük belə deyək də dəyişikliklərə yol açacaq bir elmi iş araşdırmışam. Təşəkkürlər. Nə bilim, kimlərəsə düşürsə orada acknowledgement deyə bir bölüm olur. Mən bu elmi araşdırmamda elmi rəhbərimə grant müsabiqəsi qalib olmuşamsa, grant ayıran belə deyək də şuraya, bölməyə, quruma, nə bilim, filan kəsə təşəkkürümü bildirirəm və s. bu şəkildə. Ən sonunda da ədəbiyyat siyasi belə davam edir. Yenilik şərtdir, belə qeyd etdiniz doktoranturada. Bəli. Bəs magistr təhsil pilləsində də yenilik şərtdir? Xeyr, deyil. Bir şey deyim, yenilik şərtdir məsələsini mən öz ixtisasımız üçün şamil edirəm. Çünki humanitar yönümlü, sosial yönümlü belə deyək ixtisaslarda zaten sən nə qədər yenilik eləyə bilərsən ki, psixologiyada araşdıran biri nə qədər yenilik əldə edə bilər ki? Yəni psixologiyada belə deyək təhsil alan bir doktorant ən uzağı çıxıb şəhərə survey keçirəcək, sorğu eləyəcək və insanların psixoloji durumuna əsasən bir nəticə ortaya çıxaracaq ki, bu da yenilik olmayacaq, var olan bir şeydir. Yəni sən Sigmund Freud deyilsən ki, nəsə bir yenilik gətirəsən psixologiya dünyasına. Amma bizim istiqamətdə mühəndislik, xüsusilə də kimya mühəndisliyi istiqamətində mütləq şəkildə yenilik olmalıdır. Düzdür, sözsüz indi bəzən olur ki, yenilik olmadan da müdafiəyə buraxılır. Orada başqa məsələlər artıq devrəyə girir. Oradan danışmaq istəmirəm, amma əsasən belə arzu olunandır ki, bəli, elmi tərəfdən arzu olunandır ki, doktorant nəsə bir elmi yenilik eləsin. Çünki ümumiyyətlə dissertasiya işinin elə belə deyək, ikinci səhifəsində artıq bu qeyd olunur. Birinci səhifə dissertasiya işinin adıdır, filan kəsin əlyazma hüququnda və nə bilim, məsəl üçün Bakı 2026, bu iş filan universitet, nə bilim, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və s. İnstitut, universitet və s. Amma ikinci səhifədə artıq başlayır məsələnin qoyuluşu, ondan sonra proseduru və elmi yenilik. Və ən sonunda da sənin dissertasiya işin neçə səhifəlidir, içində nə qədər şəkil var, nə bilim, düstur şeylər, bəli, artıq table'lar və s. Bu artıq belə deyək də ümumi ən sonunda yazılan bir hissədir. Amma ən birinci növbədə o elmi yenilik qeyd olunmalıdır. Çünki elmi yeniliyi olmayan bir doktorant, belə deyərdim, ola bilər necəsə müdafiəyə eləyər, müdafiəyə buraxılar və s. Amma gələcəkdə o alimlik dərəcəsi almaq istəsə, orada problem yaranacaq. Bəli, problem yaranacaq mütləq şəkildə. Bəs məqalənin dərc olması nə qədər vaxt aparır? Bunu nəyə görə soruşuram? Məsələn də ola bilir ki, bəlkə yəni gec gəlsin nəticələr və müdafiəsi geciksin. Bəli, elə mənim durumumda məsəl üçün elədir. Bir də bir şey deyim, bayaq sualınıza yarımçıq cavab verdim. Magistrlar belə yenilik eləməlidirmi? Xeyr, magistratura istiqamətində yenilik olmasa da olar. Təhsil pilləsində qeyd etdiniz ki, bu ixtisas dəyişə bilər. Bəli, dəyişə bilər. Amma magistr pilləsində konkret bir mənalı belə. Bəli, elmi yeniliyə ehtiyac yoxdur. Yəni olsa okey, əladır, daha yaxşı, amma elmi yenilik eləməyibsə
Bu o demək deyil ki, o adamı müdafiədə asıb kəsəcəklər və s. yox. Yəni o adam rahat bir şəkildə müdafiəsini də eləyəcək. Yəni ən sayda tələbələrə dərs keçirəm. Məsələn, bu gün tələbələrimdən bir neçəsinin müdafiəsi idi. Onların yəni işlərində heç birində elmi yenilik yoxdur. Yəni əksəriyyətinin barəsində məlumatım var. Yəni var olan bir şeyi sadəcə gəlişdiriblər, inkişaf elətdiriblər. Yəni burada bir elmi yenilikdən, inqilabi bir nəsə bir dəyişiklikdən söhbət belə gedə bilməz. O ki, qaldı məqalələrin çap olunması məsələsi. Açığı, məqalələrin dərc olunması günlər də çəkə bilər və yaxud da hətta belə ola bilər ki, aylar da çəkə bilər. Çünki birinci növbədə bu asılıdır məqaləni belə deyək də apply elədiyimiz jurnaldan. Əgər indekslənən jurnallarda çap olunması üçün müraciət olunubsa, orada daha ciddi yoxlamalardan keçir, strict rule-lar olur onlarda, daha çox belə deyək də hər şeyin A'dan Z-yə hər şeyin yoxlayırlar. Nə bilim, reference listdə məsələn mənim qeyd etdiyim 7-ci reference orada qeyd etdiyim 7-ci deyil əslində. Ona belə ilişirlər. Yəni o biraz problem yarada bilər. Dəfələrlə üstümüzə göndərirlər ki, müəllif bura düzəliş eləsin, dəyişiklik eləsin, yazırıq, düzəldirik. Bu dəfə başqa bir belə deyək də qüsur tapırlar, nöqsan tapırlar, təzədən göndərirlər və s. təzədən belə-belə. Yəni aylar çəkə bilir. Amma yerli jurnallarda bu belə deyil. Əksərən əgər o jurnal davamlı şəkildə belə deyək müəyyən bir timetable üzrə davam eləyirsə, bu məqalələrini buraxmağa, məsələn, bir ildə 3 dəfə dərc olunur. Tutaq ki, hər 4 aydan bir. O zaman 100% ki, o adam müraciət elədiyi belə deyək məqaləni jurnalın o sayında mütləq görəcək. Yəni, yerli məqalələrdə, yerli jurnallarda o şey yoxdur. Ona görə nə vaxt müraciət elədin, konkret vaxtını bilirsən, bu vaxtda çıxacaq. Amma bəzən olur ki, dediyim kimi xarici jurnallarda çox belə deyək, araşdırılan jurnallarda artıq dərinliyinə qədər enib aylar çəkə bilir. Bir də bir məsələ də maddiyyat məsələsidir. Bayaq vurğuladım əvvəllərdə ki, şükür Allaha artıq o şərait yaradılıb ki, belə deyək, pulsuz şəkildə indekslənən jurnallarda universitet belə deyək, əməkdaşları, müəllimlər pulsuz dərc elətdirə bilirlər məqalələrini Q1, Q2, Q3, Q4 indeksli jurnallarda, Scopus bazalı, Web of Science-də və s. hər yerdə 330-dan çox deyəsən jurnala artıq belə deyək də akses veriblər, sağ olsunlar. Amma bəzən olur ki, tələblər olur, deyir ki, məsəl üçün mən Q1 indeksli jurnalda istəyirəm çıxartmaq və mənim ixtisasım üçün bu ən prestijli jurnaldır, amma orada ödənişlidir, ödənişi nə bilim neçə $100-dır, neçə $1000'dır. O zaman orada həm müəllif tapmaq məsələsi. Çünki tək müəllifli məqalələrdə belə deyək, bütün yük tək o adamın üzərinə düşür. Yəni sən həm maddi tərəfdən qarşılamalısan, həm belə deyək, onun texniki işində olmalısan, işin kulisində, arxa fonda gedən hər şey sən məsuliyyət daşırsan. Amma həm müəlliflilərdə elə deyil. Bir məsuliyyət bölgüsü olur, həm maddi cəhətdən, həm də mənəvi cəhətdən. Bayaq başqa bir sualın cavabını qeyd etdiniz ki, doktoranturada şərtlərdən biri odur ki, yerli və xarici konfranslarda iştirak etməlidir. Ümumiyyətlə konfranslarda iştirak nə qazandırır tələbəyə? Əslində ən birinci növbədə konfransda iştirak eləmək yaxşı əlaqələr qazandırır, networking qazandırır. Çünki belə deyim, konfransda iştirak eləyən zaman doktorant başqalarının həm işini dinləyir, əgər tam belə deyək, o konfransda başdan ayağa oturursa, axıra qədər dinləyirsə, öz səhvlərindən nəticə çıxarır və bundan əlavə həmin o səhvləri, iradları bildirən qarşı tərəflə artıq ünsiyyətə də keçə bilir və bu da artıq gələcək perspektivlər aça bilər onun üçün. Yəni, məsəl üçün, öz təcrübəmdən danışım. Mən UFAZ-ın
keçirdiyi bir konfrans var idi. Orada konfransda iştirak eləmişdim və konfransda iştirak eləyən zaman mənim belə də 2 dənə elmi rəhbərim var. Bir Elvira xanımdır, yerli rəhbərim. Bir də bizim daxil olduğumuz ildə biraz qaydalar dəyişdi. Azidə həm yerli, həm xarici rəhbər istəyirdilər. Mən də xarici rəhbərimlə birlikdə axtardıq. Sağ olsun kömək elədi. Xarici bir professor tapdıq. Elə UFAZ-ın belə deyək Strasburg Universitetindən gətirdiyi bir professor idi. Professor Sera və onunla networkingimi gelişdirdim, inkişaf elətdirdim. Ondan sonra bu konfransda iştirak eləyəndən sonra ölkədə belə deyərdim tək-tük daha doğrusu doktorantlar üçün yaradılan bir fürsət idi ki, xaricə gedib araşdırmalarını müəyyən qədər orada aparmaq. O fürsətlərdən bir də mənim üçün dəyərləndirdilər, sağ olsunlar. Grantın qalibi oldum. Ondan sonra Fransaya yollandım. Rennes Universitetində bir həftəlik araşdırma elədim. Ondan sonra araşdırmamın sonunda getdim, son gündə Parisi gəzdim, Eyfel qülləsindən şəkillər çəkdirdim. Yəni klassik Azərbaycanlı olaraq o əldən verə bilməzdim. Düzdür, yox idi belə deyək də o biletlərimin arasında bütün xərci universitet qarşılasa da, amma öz cibimdən verdim. Dedim, yox, getməliyəm. Getmişkən görüm də. Qapıya kim gəlib qalxın qayıtma olmasa. Həm ziyarət, həm ticarət. Getdim, gördüm, gəldim. Ne dedim, gecəsi getdim, gördüm, qəlbə çaldım. Bunu soruşmaq istəyirəm arzulı olaraq. Bəli. Akademik fəaliyyətdə aldığınız ən böyük dərslərdən biri hansı olub? Dəstək? Dərslər. Yəni ki, okay, lesson. Bu işlərə girişəndə bu müəyyən istiqamətlərdən xəbərdar olursunuz ki, sıxıcı olur, davamlılıq lazımdır, bəlkə etdiniz. Yəni, amma gözlənilməz nələrdən rastlaşdınız və bu dərs kimi bir şey oldu? Həm akademik fəaliyyətimdə, həm araşdırma belə deyək illərimdə ən böyük öyrəndiyim şey səbirli olmaq idi. Yəni akademik fəaliyyətdə səbirli olmaq ona görə ki, tələbələrlə işləyirsən və belə deyək hər kafada belə də insana dərs keçmiş olursan, plus da bu Z nəsli biraz daha dəli dolu insanlar olurlar, onlarla işləmək biraz qəliz olur. Ona görə səbir mütləqdir. Yəni səbirli olmaq ən başlıca belə deyək tələb olunmalıdır. Hətta deyərdim işə götürüləndə müəllimlərdən. Və araşdırma istiqamətində də bir səbir və iki heç vaxt belə deyək o passion nədir Azərbaycanca bilmirəm. İstək, tutqu belə deyək də. Onu itirməmək. Düzdür, o da bir növ səbirdən qaynaqlanan bir şeydir, amma bəzən olur ki, insan səbirli olsa belə müəyyən bir yerdən sonra artıq həvəs ölür, maraq ölür, deyirsən, şey neyinirəm, lazım deyil. Bir çoxu müdafiə eləməyib, mən də eləməsəm nə olar ki, dünya nə itirər və s. Amma o istək olandan sonra, o davamlılıq olandan sonra inanın ki, o hər şey corab söküyü kimi belə deyək də davam eləyir, gəlir. Həqiqətən də davamı çox yaxşı olur. Sadəcə biraz səbirli olub uğur əldə edəcək və inanmaq məsələsidir. Bayaq qeyd elədiyimiz kimi elə vaxtlar olur ki, laboratoriyada gecə işləməli olursan. Hətta mən bir səfərində bütün avadanlıqlarımı yığıb gizlincə evə gətirmişdim və mətbəximizdə o reaksiyalarımı, avadanlığı qurub kuxnada paltaryan maşının üstündə reaksiya aparmışlığım var. Həqiqətən deyirəm, çox risklidir, düzdür, amma ki çatdırmalıyam, belə deyək, grant müsabiqəsinə belə deyək, qalib olandan sonra bizdən tələb olunur ki, məsələn, filan vaxta qədər deadline qoyurlar və filan vaxta qədər biz mütləq şəkildə o sampleları verməliyik analiz üçün, nəticələr çıxmalıdır və artıq müraciət eləməliyik ki, bu işləri biz eləmişik, işləmişik, sizin verdiyiniz pul hədər getməyib də, belə deyim, grantın şeyi, əsası budur. Yəni, onlar sənə pul ayırır, sən o pulu yeməməlisən, belə deyim, işə sərf eləməlisən. Və heç nə, axşam gecə saat 3 idi, 4 idi, o vaxta qədər reaksiyalarımı apardım, azondan işləyirəm, azonda risklidir, dozası artıq olanda gələcəkdə problemlər yarada bilir. Düzdür, o safety şeylərimi də ehmala almırdım, amma ki, dediyim kimi bəzən olub ki, yəni saatlarla doktorant öz, belə deyək də, evində belə bu araşdırmalarını davam eləməlidir. Çünki müəyyən tələblər
olur onun qarşısında. Amma elə həyatın marağı da ondan ibarətdir məncə. O olmasa çox monoton həyat sürər. Reaksiya apardın, analizləri göndərdin, vəsə oturdun yerində məqalə yaz, çap elə, dissertasiya işi yaz, vəsə qutardı. Yəni belə şey olmur. Bayaq inqilab dəyişikliyi haqqında danışmışdıq, o yadıma düşdü. Kürsüzləşmə, adı belə edilən vakuum qaz oyununun qazan iştirak ilə kürsüzləşməsi. Detallara varsaq, neynəmişdin sən onda? Əslində detallardan danışmamalıyam. Çünki patentə müraciət eləmişik. Yaxınlarda. Bəli, ona görə bu biraz confidential məsələdir, məxfidir. İnşallah patenti alandan sonra yenidən qonağınız olaram. Alim olaraq bu barədə danışarıq inşallah. Xeyirli sondur. Siz görüşə başlamaq barəsində danışdıq. Yəni bu işin detallarından. Mövzu seçilməsi də bir o qədər önəmlidir, qeyd etdiniz. Yəni həvəs maraqdan dolayı. Bəli, bəli. Elmi rəhbərin burada çox böyük rolu var. Elmi rəhbərin ta ki o mövzu haqqında sferası daha çoxdur deyə, o daha dərin məlumat verir, təsəvvür yaranır. Bəli. Ondan sonra biz mövzunu dəqiqləşdiririk. Yəni ki, tamamilə doğrudur. Bu podkastın son bölümündə istəyirəm daha çox belə tövsiyə xarakterli olsun. Belə tələbələrindən çıxış edib sual verim. Bizdə bir çox şey həmişə ölçmək istəyirik. Belə ölçü vayda aparılır. Yəni GPA, akademik göstəricilər. Bəli. Bunlar nə qədər önəm daşıyır? Yəni ki, araşdırma, research üçün. Əslində belə deyərdim. Əgər dürüst şəkildə tələbə heç bir imtahandan köçürtmədən öz halalı ilə o GPA-yi əldə edibsə, əslində qarşılığını araşdırma istiqamətində davam eləyərsə, gələcəkdə onu görəcək. Çünki araşdırma o deyilən şeydir ki, mən illərlə yığdığım o backgrounddakı nəzəriyyə biliklərimi və müəyyən miqdarda təcrübə, belə deyək, deneyimlərimi ortaya töküb uğurlu bir, belə deyək, nəticə əldə edəcəm. Və illərlə yığdığım o nəzəri biliklər hamısı əslində GPA-dən asılı olan bir şeydir. Çünki tələbə əgər məsəl üçün 51 balı keçim, başqa bir şey istəmirəm, kəsirim olmasın deyib GPA-yi yerlərdə sürünürsə, universiteti bitirən. O 51 bal keçməyi deyil ki, müəllimdən asılı vəzifəsi. Bəli, yəni müəllimin insafına baxır, 17 bal verəcək yoxsa yox, o şəkildə. Və o, belə deyək, insanlar düşünürəm ki, düzdür, demirəm, getməməlidir araşdırma istiqamətində, onu deyə bilmərəm. Çünki ola bilir ki, bəzən GPA hər şeyin göstəricisi olmaya bilir. Çünki elə tələbələr olur ki, yəni bu adam universiteti çox ehmala alıb, amma əslində əjdahadır, yəni çox yaxşı başı var, oxusa dəhşət xarüqələr yaradar. Həqiqətən. Sadəcə olaraq ya həvəsləndirən müəllim olmayıb, ya belə deyək, onun prioritet istiqaməti tamam başqa yönlərdə olub. Yəni mənim şəxsən öz belə deyək, qrup yoldaşlarımdan deyərdim. Bayaqları ən başda qeyd elədiyimiz kimi, yəni bizim keçid balımız qrupda 640 bal idi o vaxtı Qafqaz Universitetində. Yəni zəif bir tələbə yoldaşım yox idi. Hamı zehir idi, türklər demiş, yəni zəka wunderkind idilər. Amma digər ki, hər kəs belə deyək, o başlanğıca götürdüyü yolu davam eləyə bilmir. Müəyyən bir sapmalar olur, iterasiyalar olur ki, onun belə deyək, ardı arası kəsilməyəndə artıq sonra onu toparlamaq olmur və artıq o insan deyir ki, hə, neynək, kəsilməyim, okeydir. Deyərdim ki, GPA yox, amma qəbul balı çox önəmlidir. Doğrudan. Sözün əsl mənasında mənim fikrimcə qəbul balı çox önəmlidir. Yəni universitetə düzdür, pisləmək bir niyyətim yoxdur, aşağılamaq kimi bir fikrim yoxdur. Amma o ixtisasa qəbul olanda
yəni deyəcəksiniz ki, onda sən də məcburən qəbul olmusan, 2 balın çatmamışdı və s. amma mən balım da biraz yüksək idi. Ona görə biraz yüksək. Ona görə 649 nə qədər yüksək sayılırsa o qədər idi. Yəni məsələn, atıram 270 bal toplayan bir tələbə çətinlik çəkəcək. Həqiqətən çətinlik çəkəcək. Qəbul balı o yöndə çox önəmlidir. Demirəm davam eləməməlidir, eləməlidir. Yəni əgər həvəsi varsa, niyə də yox? Marağı varsa, elmi araşdırmalar eləmək istəyirsə, yəni özünü bu sahədə görürsə, 250 bal toplayan tələbə də uğurlu alim ola bilər, nə bilim 700 bal toplayan tələbə də. Sadəcə 700 bal toplayanın potensialı daha yüksəkdir. O belə deyək də həyata 700-0 öndə başlayıb, amma digər yoldaş geridə başlayıb. Ona görə o daha çox çalışmalıdır. Burada da yenə səbir və konsistensi yenə öndə dayanır. Ona görə qəbul balının əhəmiyyəti, önəmi yüksəkdir araşdırma istiqamətinə davam etmək üçün. Amma yenə də hər kəs eləyə bilər. Mən açıq inanmazdım ki, qəbul balını ölçü vali kimi qeyd edəcəksiniz. GPA-dən daha çox. Kimya mühəndisi... Niyə görə, üzr sayın sözünüzü kəsirəm, niyə görə GPA-dən önəmlidir? GPA universitetin, belə deyək, keçirdiyi imtahanlar sayəsində bəlli olur. Və orada da köçürtmə faktoru çox... köçürmə belə deyək faktorları çox olur. Yəni bayaq da qeyd etdiyim kimi, əgər o tələbə o GPA-yi həqiqətən də haqq edirsə, o adam öz alın təri ilə oxuyub belə deyək də əldə edibsə o nəticəni, okey, o adam canım qurban getsin, davam eləsin. Amma yox, köçürdərək, belə deyək də, ondan bundan, düz deyək, düşünərsiniz ki, Xamis müəllim, siz köçürtməmişsiniz ki, köçürtmüşəm, mən də köçürtmüşəm, tam səmimi deyirəm. Tarix fənnini köçürtmüşəm. Akademik yazını köçürtmüşəm, nə bilim, nitq mədəniyyətini, multikulturalizmi köçürtmüşəm. Çünki mənim ixtisasımla əlaqəli bir şeylər deyildi bu. Ona görə onu düz deyək, oxumaq yaxşıdır. Dünya görüşü baxımından əladır. Amma yəni ixtisas fənlərini oxumaq daha vacib idi mənim üçün, nəinki belə deyək, multikulturalizmi oxumaq. Yəni ona görə. Sözgedən fənlərin universitetdə də təkrarlarla keçirilməsi mənim üçün qəribə gəlir. Bəli. Yəni bunu kimsə izah eləsə mənim üçün maraqlı olasındır. Tarix fənnini biz keçmişik, hətta təmayül məktəblərdə də həftədə bir dəfə də olsa Azərbaycan tarixini geri verilir. Keçilib. Multikulturalizmdə həyat bilgisi ilə arası belə əhatə eləmək olar. Sinonimdir, paşdışda. Mənim üçün yəni qəribə gəlir. Bəli, çünki indi hal-hazırda məsələn məktəblərdə belə bir tendensiya var, xüsusilə də lisey məktəblərdə, lisey siniflərdə ki, şagirdləri hansı qrupa belə deyək, müraciət eləyəcəksə, başvuracaqsa, o istiqamətdə ancaq fənləri keçməyə yönəldir və başqa fənləri keçmir. Düzdür, demirəm bu mükəmməl bir şeydir. Çünki şagird yenə də bədən tərbiyəni də keçməlidir, nəğməni də keçməlidir. Çünki il-ildən artıq insanların hər şeyə marağı ölür. Məsələn, mənim nəslimdən olan, belə deyək, o generation üzvləri Üzeyir Hacıbəylini də tanıyır və yaxud da Mozart'ın Türk marşını yazdığını da bilir. Amma indiki alfa nəsli, məsəl üçün, heç biri bunları bilmir. Yəni, TikTokla böyüyən nəsil, nə bilim, sosial şəbəkələrlə böyüyən nəsil nə qədər dərəcədə məlumatlı ola bilər ki, o sarıdan əslində pis bir şeydir bu fənləri aradan qaldırmaq. Amma uşaqların çox yorulmaması sarısından yaxşı bir şeydir. Eləcə də universitetdə də məncə, məsələn, bir semestr olar ki, keçsinlər, tutaq ki, bir semestr olsun da nitq mədəniyyətini keçsinlər. Çünki həqiqətən də təhsilli adamdan təhsilsizin fərqi olmalıdır. O nitq mədəniyyəti bizə çox şey öyrədir əslində. Yəni, məsələn, biz bu dəqiqə burada, belə deyək, düzdür, mən arada bir türk sözlərindən, ingilis sözlərindən istifadə edirəm. Çünki həyatımın çoxusu ingilis... Araşdırmanı göstərir. Bəli. Müxtəlif dillərdə araşdırırsınız. Yəni, ingilis dilində o qədər danışıram, o qədər araşdırmalar edirəm ki, ona görə biraz o sözləri çıxarmaqda beynim çətinlik çəkir. Ona görə, məsələn, tərcüməsində türk dilinə daha rahat olur mənə şey eləmək ki, baxın, bu söz Azərbaycanca yoxdur da, qarşılığı, onu necə şey eləyə bilərəm ki, translate eləyə bilərəm ki, ona görə türkçəsi daha rahat olur. Ona görə biraz dilimə oturub o türk sözləri.
Amma dediyim kimi, təhsilli insanın təhsilsiz insanla başlıca fərqi elə onun nitq mədəniyyətidir. O fənlər keçilməlidir. Demirəm keçilməməlidir. Sadəcə çox yeri ayrılmamalıdır. Məsəl üçün, alt qrup, üst qrup şəklində olub 2 həftədən bir keçilsə, tələbələrə də çox yorğun Fakultativ olmur. formatındadır. Bəli, fakultativ məşğələ kimi. Bəli. Sadəcə bu adamlara Könüllü də ola bilər belə bir şey. maraq dairəsi istiqamətində. Məsələn, tutaq ki, necə ki bizim universitetdə Bakı mühəndislikdə klublar falan var. Elə bir şəkildə ola bilər məsələn ki, məsələn nitq mədəniyyəti. Eynən nitq mədəniyyəti o qəbildən olsun. Qəbilində bir belə deyək də fənn olacaq. Uşaqlar kimin maraq dairəsi var, buna uyğundur gəlsin. Belə bu şəkildə. Və konkret suallardan birini vermək istəyirəm. Bəli. Kimya mühəndisləri research eləməlidir yoxsa yox? Yəni niyə eləməlidir? Yox, əslində bütün kimya mühəndisləri research eləməlidirmi? Xeyr. Çünki orada kimya mühəndisliyi ümumiyyətlə mən deyərdim ki, 2 qola ayrılır. Hətta 3 qola ayrılır. 1. Research istiqamətində gedənlər. 2. Akademik fəaliyyəti davam elətdirənlər. Məndə onların ikisinin kombinasiyası da 1-lə 2 bir arada və 3 sənaye istiqamətində gedənlər. Məsələn, sənaye istiqamətində gedən bir adam niyə research eləsin ki? Əgər o adam doktorantura oxumursa və ya oxumaq niyyəti yoxdursa. Düzdür, özü üçün, özünün inkişafı üçün məqalələrə baxa bilər, məqalələr araşdıra bilər, oxuya bilər və s. Amma ifrat dərəcədə olmasa da olar. Yəni, sırf maraq dairəsi üçün, məsələn, açıb ChatGPT-dən nəsə bir şeyi maraqlanıb soruşmaq, onu eləyə bilər. Bir məqalə çıxarsın GPT bunun üçün, o da otursun, onu oxusun, görsün, belə deyək də üfüqlərini genişləndirsin bu şəkildə. Amma onun nəyinə lazımdır ki, otursun saatlarla belə deyək də məqalələr oxusun və s. Amma akademik istiqamətdə davam edən bir müəllim mütləq şəkildə araşdırmalarını aparmalıdır. O biraz passiv araşdırmalıdır. Çünki akademik fəaliyyəti davam elətdirən müəllimin araşdırması onun belə deyək də sabahları qarşısına çıxacağı auditoriya qədər limitlənib. Yəni mənim tələbəm məndən nə soruşa bilər? Mənim uşaqlarım, məsəl üçün, atıram da 3 fazalı separatorda niyə görə neftlə qazın sıxlığı istifadə olunur, amma suyunki istifadə olunmur? Niyə istifadə olunmur bu? Onun müəllim özü araşdıra bilər ki, sən demə bunlar toxunan fazaları nəzərdə tutur, ona görə neftlə qaz bir-birinə yaxındır, su ağırdır, altda qalıb. Ona görə onun üçün ehtiyac yoxdur şey eləmək. Yəni, tələbələrin qane olacağı cavab. Bəli, belə deyək. Yəni, dağına baxıb qar yağdırmaq məsələsidir. Yəni, qarşındakı insan səndən nə soruşacaq, sən də ona nə cavab verəcəksən. Amma unutmamaq lazımdır ki, müəllimin qarşısındakı auditoriya, belə deyək, 25 yaşa qədər olan bir nəsildirsə, alimin və yaxud da doktorantın qarşısındakı artıq bu, belə deyək də, istiqamətdə puxtələşmiş, yetişmiş alimlərdir. Onlar o tələbə kimi primitiv suallar verməyəcək. Ona görə doktorant daha çox araşdırmalıdır, nəinki müəllim. Yaxud da primitiv cavablara aldanmayacaq. Bəli, və yaxud da qane olmayacaq. Çünki ola bilər, məsələn, doktorant ilkin müdafiəsində nəsə bir uydurar, bir ağlına, məntiqinə batan bir şey olar. Deyər ki, bunu deyim də, sallayım, bəlkə tutar o şəkildə. Amma qarşındakı uşaq deyil axı. Yəni, sənin yaşı qədər o adamın təcrübəsi var. Odur məsələ. Süni intellekt və data analitika. Bu istənilən istiqamətdə podkast edəndə biz bu arada soruşuruq. Yəqin ki, sizin sayədən yan keçmir. Bəli. Bu toxuna fazla dediniz. Yəni bu hansı istiqamətdə toxunur sizin mövzuya? Açığı deyim, süni intellektin ən böyük rolu şəxsən mənim araşdırmalarım üçün parafraza yönündə çox olur məqalələrin yazılmasında. Çünki bəzən elə olur ki, bayaq qeyd elədim, Ali Attestasiya Komissiyasının tələbləri var, 5 məqalə buraxılmalıdır. Amma yenə də əksər yaxşı rəhbərlər, elmi rəhbərdən söhbət gedir, 5 dənə ilə kifayətlənmir. Və tələbəyə deyir ki, sən əlindən gələnin artığını elə, yəni çoxdan ziyan gəlməz, ki fayda gələr. Və ona görə də araşdırma belə istiqamətində məqalələr artıq 5 dənə, 6 dənə dərc elətdirmisən, amma sonra
yenə səndən tələb olunur. Nəsə yazmalısan da, amma nəticən qutarıb baxır ki, hər şeyi ortaya qoymusan da, inqilabi yenilik eləmisən, belə deyək, bütün işin A'dan Z'yə hər şeyi ortalıqdadır. Sən nə yaza bilərsən? Orada artıq süni intellekt devrəyə girir. Düzdür, demirəm bu fairdir, ədalətli deyil əslində, amma neyniyək ki, bu da bir üsuldur. Bir şərait hamı üçün eynidir, hamı istifadə edə bilər. Bəli, amma sadəcə belə bir məqamlar var. Süni intellektdən istifadə edəndə artıq plagiarizm çəkir proqramlar onu da tutur. AI detektorlar gəlib. Ona görə olur. Əslində onun üçün də bir süni intellekt var. Məsələn, ChatGPT-yə yazdırdığın məqaləni sonra başqa bir belə deyək AI proqramlarına verib bunu humanize elətdirirsən ki, orada plagiarism free çıxsın da belə deyək. Orada biraz çaxçıq yolları var. O şeylər var. Belə bu barədə də soruşmaq mənim üçün maraqlıdır. Mühit şərait Azərbaycanda, yəni kimya mühəndisliyi researchdə hal-hazırda şərait nə gedir? Asanmı araşdırmaq? Yəni o avadanlıq varmı? Belə deyim, əslində doktorantın və ya araşdırmaçının təhsil aldığı müəssisədən çox şey asılıdır. Elə müəssisələr var ki, sözdə biz belə deyək, təhsil ocağıyıq, belə dəstək oluruq, elə dəstək oluruq falan dillərindən düşmür. Amma tələbəyə dəstək mövzusuna gələndə adamlar Allahın bir dənə sülfat turşusunu tapıb çıxara bilmirlər ortaya. Yəni bu şeylər olur həqiqətən də. Amma şükür ki, yavaş-yavaş düzəlməyə doğru gedirik. Məncə artıq bir şeylər dəyişib. Yəni məsələn, şəxsən öz təcrübəmdən danışım. 2022-ci ildə doktoranturaya qəbul olan və yaxud da 2020-ci ildə magistraturaya qəbul olan Xamisin araşdırma istiqamətlərində qarşılaşdığı o challenge-lərlə 2025-də ya da 26-dakı Xamisin qarşılaşdıqları tamam fərqli, yəni dağdan təpə qədər fərq var. O vaxtda primitiv bir şeylər var. 2022-də məsələn elə olurdu ki, bayaq dediyim kimi sülfat turşusunu tapa bilmirdim. Sülfat turşusu nədir ki, onu yəni mən əldə edə bilmirəm. Amma düzdür, universitetimi pisləmək istəmirəm, amma bəzi məsələlər var ki, orada dilə gətirmək lazımdır tələbəyə. Yəni var, amma vermirlər. Yəni belə deyim, o hallar ola bilər. Bəzən paxıllıq, qısqanclıq və s. hallar da ola bilər. Yəni bu da 100% bir araşdırmacının qarşılaşacağı hallardandır. Ona görə usanmamaq lazımdır, davam etmək lazımdır. Valla o qədər olub ki, öz belə deyək, araşdırmam üçün öz cibimdən pul verib gedib burada Amay Ticarət Mərkəzinin aşağısında bir dənə şey var. Mirnauk deyilən bir mağaza var, elm aləmi. Oradan gedib mən maddələr almışam, nə bilim, flasklar almışam, kolumlar, şeylər almışam, kolbalar almışam. Universitet onu təşkil eləmək istəməyib ya da eləyə bilməyib. O kifayətlər bahadır. Hə, bəli, bahadır, həqiqətən bahadır. Yəni indiki kimi yadımdadır. İndiki kimi yadımdadır. 10 qramlıq natrium OH-a mən 50 manat pul vermişdim. Yəni 10 qram bir şey də bu boyda bir şeydir, amma onu yəni 50 manat geri reaksiya. Həqiqətən də. Yəni plus da belə deyək, verdikləri təqaüdün miqdarı az olur və sənin xərclədiyin pul çox olur. O belə deyək, o şey dəngə qorunmur. O biraz problemli olur. O məsələlər var. Amma yavaş-yavaş düzəlir. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Məsələn, mən doktoranturada oxuduğum müddətdə belə deyək, 3 rəqəmli stipendiya alırdımsa doktorant olaraq və mənə heç bir yerdə tam ştat işləməyə icazə verilmirdisə, mən həm dolanışığımı, həm ailəmi və s. bu şeyləri belə deyək də ayaqda tutmaqdan ötürü nəsə bir şeylər eləməli idim. Amma indi yavaş-yavaş doktoranturaya sabah qrupları gəlir. Artıq 4 rəqəmli stipendiyaya keçiblər. Yəni bu yaxınlarda görmüşəm, bu xəbəri çox yaxşıdır. Müraciət eləsinlər. Əgər istəyən varsa mütləq şəkildə faydalansın. Yəni o çətinliklər artıq aradan qalxır yavaş-yavaş. Yəni doktorant robotdur, ancaq oturub işləməlidir, yeməməlidir, içməməlidir. O ancaq laboratoriyadan çıxmaz. Belə stereotipləri artıq yavaş-yavaş deyəsən aradan qalxır, yavaş-yavaş düzəlir bir şeylər deyə ümid edirəm. Bu problemlərin fonunda son olaraq hansı tövsiyələr vermək istəyirsiniz?
Tövsiyəm ondan ibarət olar ki, əgər bir belə deyək, bakalavr tələbəsi bizə qulaq asırsa və onun gələcəkdə araşdırma belə deyək, istiqamətində marağı indidən yavaş-yavaş qığılcımlanırsa, gec qalmasın, indidən başlasın. Kaş ki mənə o vaxtlar bakalavr dövrümdə deyərdilər ki, Xamis aç, nə bilim, düzdür o vaxt süni intellekt zad yox idi, biraz çətin idi, amma internet var idi yenə də. Deyərdilər ki, aç, biraz məqalələr araşdır, oxu, gör məqalə necə yazılır və s. Onda həyata 1-0 öndə başlayacaqdım, məsəl üçün. Bir də onu araşdırmaq üçün magistraturada ya da doktoranturada geri düşməyəcəkdim, qızıl vaxtım itməyəcəkdi. Yəni dediyim kimi əvvəldən başlamaq lazımdır. Hətta əgər bu podkastımıza abituriyentlər qulaq asırsa ki, bu dəqiqə onlayn sfera o qədər inkişaf edib ki, artıq bu alfa nəsli çox belə deyək də curious-dırlar, hər şeyə maraq göstərirlər. Bəri başdan bilirlər ki, mən kimya mühəndisliyi istiqamətdə gedəcəm, mən gələcəkdə nə bilim Aziz Sancarla işləyəcəm, Nobel mükafatı alacam və s. Çox belə həqiqətən maşallah olsun, çox yaxşı o ambisiyalı uşaqlarımız var. Yəni deyir dəmiri isti döyərlər. Həqiqətən əvvəldən başlanmalıdır. Nə qədər çox erkən yaşlarında vərdiş olunsa, o qədər davamlı olacaq bu. Və magistr tələbəsi olaraq biri qulaq asırsa bu podkastda və davam eləməyi ağlının ucundan birazca da olsa keçirirsə, əsgərlik niyyəti ilə yox da əsl araşdırmaq, alim olmaq uğrunda belə deyək, bu yola qədəm qoymaq istəyirsə, mütləq şəkildə artıq gecikir, mütləq elə bu dəqiqə podkastı söndürsün, burada saxlasın, sağollaşmağımıza qulaq asmasın, geçsin, başlasın. Belə deyək, öz istiqamətini tutsun, o cığır üzrə davam eləsin, yaxşı araşdırmalar aparsın, alimlərin işlərini öyrənsin, maraqlansın, görsün, nə tapılmayıb, nə yoxdur. Yəni bu belə deyək, biraz tapılmayanı tapmaq çətin məsələdir. Çünki bilmirsən də nə tapılmayıb. Hardan biləsən? Tapılanı bilirsən sən ancaq. Ona görə biraz o belə deyək, üfüqün ötəsində düşünmək lazımdır. Yəni o limitlərdən ötə baxış açısı olmalıdır ki, nə yoxdur, mən nə eləyə bilərəm bu dünya üçün. Və əgər bir doktorant buna qulaq asırsa, o zaman ona uğurlar arzu edirəm. İnşallah belə deyim, müdafiə prosesi uğurlu keçər, rahat, asan, qarşısına çox da sıxıb boğmayan jüri heyəti çıxar və müdafiəsini rahat inşallah yekunlaşdırar. Sizə də təşəkkür edirəm. Sağ olun. Şükür yeri yoxdur ki, biz doğru adamlar research mövzusunda podkast etdik. Çox sağ olun ki, dəvətimizi qəbul etmişdiniz. Çox sağ olun.